Bir daha sabahınız xeyirli, gününüz uğurlu olsun, hörmətli izləyicilərimiz. Xəbərin olsunun bu saatında artıq bilirsiniz ki, studiyamızda qonaqla davam edirik və bugünkü qonağımız Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin şöbə müdürü Nilüfər Mustafa qızı bizimlədir. Xoş gəlmişsiniz Nilüfər xanım, sabahınız xeyirli olsun. Sabahınız xeyir olsun, təşəkkür edirəm dəvətiniz üçün. Buyurun, xoşdur bizim üçün. Nilüfər xanım, bayram ərəfəsində hər kəsin maraqlandıran əsas suallardan da biri bayram alış-verişidir. Yəni, yəqin ki, bu həftə sonu artıq hər kəs bayram alış-verişini etməyənlər də edəcəkdir. Və bayram alış-verişində çalışırıq ki, yarmarkalar varsa, onlara üst tutaq. Kənddən şəhərə yarmarkası fəaliyyət göstərirmi bu ərəfələrdə? Bəli, bəli. Qeyd eləmək istəyirəm, kənddən şəhərə yarmarkası, Novruz yarmarkası belə deyək, başlığı ilə artıq həm paytaxt sakinlərinin, həm də fermerlərimizin xidmətindədir. Mart ayının 8-dən etibarən yarmarkamız fəaliyyətə başladı. Fermerlərimizin tələbi, alıcılarımızın istəyini nəzərə alaraq bu il yarmarkamızın müddətini artıq 12 gün elədik ki, bayram alış-verişlərini necə deyirlər, onlar da rahat şəkildə həyata keçirsinlər. Və mart ayının 19-na qədər bayram günü də daxil olmaqla, belə deyək, yarmarkamız eyni ünvanda, dəyişməz məkanında davam edəcək fəaliyyətinə. Ünvanımızı mən bir daha istəyirəm xatırladaq. Bəli, ünvanımız Gənclik metrosundan üzbəüz Fətəlxan Xoyski 5 ünvanında, yəni Atatürk Parkının içərisində yerləşir yarmarkamız. Hər kəsi dəvət edirik. Saat neçədən neçəyə qədər açıq olur? Yarmarka səhər saat 9-dan axşam saat 7-yə qədər hər gün fasiləsiz olaraq davam edəcək fəaliyyətinə. Və ümumiyyətlə, bax, yarmarkalara biz ümumi bir düşüncə var ki, daha münasib olur və çeşidlilik daha çox, daha fresh olur məhsullar. Amma ümumiyyətlə, istəyirik sizdən eşidək. Marketlər, bazar qiymətləri ilə yarmarkadakı məhsulların qiyməti arasında fərq varmı doğrudan da? Bəli, əslində bizim Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq elə bu yarmarkaları təşkil etməkdə də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan fermerləri öz məhsulunu, belə deyək, öz təbii məhsulunu yetişdirən, hazırlayan və onu bazara çıxartmaq kanalları, yolları axtaran fermerlərimiz rahat satış kanalları əldə edəsinlər və onlar üçün paytaxtda bir şərait yaradılsın. Çünki olur ki, bəzən məhsul var və onu satmağa yer tapmırlar, yer yoxdur. Biz də bu səbəbdən onlara belə alternativ satış kanalları təklif edirik və yarmarkamızda fermerlərin satış üçün onlara yer, piştaxtalar və tərəzilər ödənişsiz olaraq təklif olunur qurumumuz tərəfindən və sadəcə olaraq fermerlərimiz belə deyək, öz məhsullarını götürüb paytaxta gəlmələri kifayət edir və bizə müraciət edir əlbəttə ki, yarmarkada iştirak üçün və onlar ödənişsiz şəkildə bu piştaxtalarla, yerlə təmin olunduqları üçün bazarda da istənilən halda daha uyğun, daha münasib qiyməti alıcılara təklif edirlər. Amma ümumiyyətlə qiymət tənzimləməsi bizim qurumumuz tərəfindən, işçi qrupumuz tərəfindən gündəlik olaraq hər gün monitorinqlər həyata keçirilir. Bazarlarda olsun, istərsə də digər marketlərdə olsun və məhsulların keyfiyyətinə görə əlbəttə ki, fermerlərimizə tövsiyə xarakterli qiymətlər təklif olunur. Bir daha vurğulayıram, onlar da ödənişsiz şəkildə yarmarkada iştirak elədikləri üçün həmin bazar qiymətlərinə uyğun şəkildə daha münasib qiymətləri alıcılara təklif edirlər. Bax, qeyd etdiniz ki, fermerlər üçün də bir imkandır ki, məhsullarını gətirib satsınlar. Zaman-zaman da bizim efrimizə rayon yerlərindən fermerlər yazır ki, məhsulumuz boldur, amma hara satacağımızı bilmirik. Yəni, məhsul əlimizdə qalıb, xarab olur, ziyana gedirik. Ümumiyyətlə, deyək ki, izləyən izləyicilərimiz arasında bu yarmarkada olmasa da növbəti yarmarkalara qoşulmaq istəyənlər nə etməlidir, hara müraciət etməlidir, hansı standartlar var? Bu yarmarka, qeyd eləmək istəyirəm ki, yarmarkamız açıqdır, hər zaman aktivdir və hətta bu yarmarkanın özünə belə biz izləyən fermerlərimiz varsa, izləyicilərimiz varsa, qatılmaq istəyirlərsə, yenə də qatıla bilərlər. Mütəmadi olaraq onların qeydiyyatında artıq biz artımı da şahidiyik. Hətta artıq yarmarkanın başlamasından 5 gün keçməyinə baxmayaraq, hal-hazırda fermerlərimizin sayı artıq 60-ı keçib və 155-dən çox, 160-a yaxın belə deyək, məhsul çeşidi hal-hazırda yarmarkamızda təklif olunur. Bu da əlbəttə bizi sevindirir. Ümumiyyətlə fermerlər kənddən şəhərə yarmarkasında iştirak eləmək üçün onlardan çox böyük bir şey tələbimiz yoxdur. Sadəcə Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzinə
müraciət edə bilərlər və Çağrı mərkəziniz necədir Nilüfər xanım? Çağrı mərkəzimizin bütün ünvanları hamısı bizim sosial media hesablarımızda var. İstər att.gov.az saytında, istər ATT-nin öz sosial media hesablarında və eyni zamanda Kənddən Şəhərə yarmarkasının sosial media hesablarından bizlə əlaqə saxlayaraq sadəcə qeydiyyatdan keçməklə öz məhsullarını gətirə bilər. Bir məqamı da qeyd eləmək istəyirəm ki, ümumiyyətlə məhsulların keyfiyyətinə isə istənilən halda təbii ki, nəzarət olunur və bununla birbaşa olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məşğul olur. Gələn məhsulların keyfiyyəti mütləq şəkildə yoxlanılır və standartlara cavab verən məhsullar əlbəttə ki, satışa çıxarılır. Burada isə qorxulu heç bir proses yoxdur. Biz təbii məhsulları sadəcə olaraq təqdim eləmək istəyirik, yəni kənd məhsullarını alıcılara təqdim eləmək istəyirik. Qida Təhlükəsizliyi Agentliyinin isə səyyar laboratoriyası mütəmadi olaraq yarmarkamızın qarşısında fəaliyyət göstərir. Əgər alıcılarımızı keyfiyyətlə bağlı hər hansısa bir məsələ narahat eləyərsə, onlar hökmən laboratoriyaya müraciət edə bilərlər və yaxud da bizim yenə də elə çağrı mərkəzimizə müraciət edərək məsələni aydınlaşdıra bilərlər. Yəni, bütün prosesin şəffaf və daha keyfiyyətli, daha uyğun olması üçün əlimizdən yəni hər bir şey eləyirik. Bax, siz orada keyfiyyət məsələsinə toxundunuz. Zaman-zaman biz efrimizdə də bu məsələni gündəmə gətiririk ki, bəzən bazarlarda, piştaxtalarda məhsulların saxlanma şəraiti o qədər də ürək açan olmur. Buna nəzarət necə aparılır? Yəni, davamlı nəzarət olunurmu? Əlbəttə ki, əlbəttə. Yenə də qeyd edirəm, Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyəti bu işin məsuliyyətini tam olaraq dərk eləyir və gündəlik olaraq bütün əməkdaşlarımız, belə deyək də, yarmarka ilə məşğul olan əməkdaşlarımızın hər biri oradadılar. Məhsulların saxlanma şəraiti bütün standartlara cavab verir. Deyək ki, çünki orada ət məhsulları, süd məhsulları, ağartı məhsullarıdır, yumurtadır ki, bunlar daha tez xarab olan məhsullardır. Ümumiyyətlə, bizdə məhsulların o keyfiyyətini də qorumaq üçün müddət olaraq elə müddətdə gətirilir ki, məhsullar bitdikcə yenilənir və fermerlərimiz həqiqətən bu müddət ərzində satış zamanı da davamlı olaraq yeniləyirlər və əlbəttə ki, soyuducu anbarlarımız var, soyuducularımız var, onlara təqdim olunub. Xüsusilə ət və ət məhsulları, süd məhsulları, ağartı məhsulları, ümumiyyətlə, belə deyək də, top 3-də qərarlaşan ən çox satışı həyata keçirilən məhsullardır yarmarkamızda. Biz həftəlik olaraq onların statistikasını nəzər yetirəndə görürük ki, onların elə sayı çoxdur. Görünür, paytaxt sakinləri həqiqətən etibar edirlər və kənd məhsulları əldə edir. Məsələn, kənd yumurtası, kənd toyuğu və onların saxlanmasına yenə də deyirəm, keyfiyyətinə dair hər hansı bir şübhəsi olmasın heç bir alıcımızın. Çünki daimi olaraq yenə də səyyar laboratoriya onların hər birinə nəzarət edir və keyfiyyət baxımından heç bir problem yaşamamışıq. Bəli, heç bir sualımız yoxdur. Nilüfər xanım, hər hansı yenilik varmı və ya planlarda nəsə yeni bir şey gözlənilmir yarmarkalarla bağlı? Bəli, bu il Novruz yarmarkamızın fermerlərimizin tələblərini və alıcılarımızın istəklərini nəzərə alaraq müddətini uzatmışıq. Daha uzun müddətdə, yəni bayram günləri daxil olmaqla uzatdıq ki, həm bayramdan öncə, həm də bayramdan sonra alış-verişlərini alıcılarımız rahat şəkildə həyata keçirsinlər. Eyni zamanda bu il korporativlər ilidir. Biz Azərbaycanın müxtəlif regionlarında yaşayan qadın fermerlərimiz korporativ şəkildə fəaliyyət göstərən qadın fermerlərimizin məhsullarını yarmarkamızda nümayiş elətdiririk. Fürsətdən istifadə edib elə regionlarımızda yaşayan xanımlarımıza müraciət eləmək istəyirəm. Bizim AFAQ layihəsi çərçivəsində onlar bizlə əlaqə saxlaya bilərlər və həm layihədən yararlana bilərlər və həm də Kənddən Şəhərə yarmarkasında iştirak edə bilərlər. Biz onlar üçün hər bir şərait yaratmağa hazırıq. Qeyd etmək istəyirəm ki, AFAQ Aqrar Fəaliyyəti Qadınlar, Azərbaycan Qadını layihəsidir və onlar AFAQ layihəsi vasitəsilə onlara lazım olan kənd təsərrüfatı avadanlıqlarını belə deyək də dəstək göstərilməsini bizim qurumumuz tərəfindən əldə edə bilərlər. Burada AFAQ layihəsi çox geniş bir layihədir. Əslində mənə gəlir ki, bilənlər də bilir. Bu layihə bilənlər üçün deyək də necə müraciət olunmalıdır? Buna kimlər müraciət edə bilər? Regionlarımızda yaşayan xanımlarımız və kənd təsərrüfatı məhsulları yetişdirən, belə deyək də, öz məhsulunu yetişdirən
yetişdirən xanımlarımız, hansı ki, onlar yenə də bazara çıxış yolları axtarırlar, onları satmaq istəyirlər. Təbii məhsullarını yetişdirən xanımlarımıza biz Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq həyata keçirdiyimiz AFAQ sosial layihəsi vasitəsilə dəstək oluruq. Sadəcə olaraq yenə də bizə müraciət eləyirlər. Müraciətimiz çox sadədir, sadəcə bir telefon zəngi qədər onlardan uzaqıq əslində. Zəng edərək qeydiyyatdan keçirilir və bizim əməkdaşlarımız tərəfindən onların təsərrüfatlarına baxış keçirilir və bir neçə xanımın birləşməsindən, qadın qruplarımızın belə deyək də birləşməsindən yaranan qadın korporativlərinə daha sonra onların tələbləri və istəkləri doğrultusunda yardımlarımızı göstəririk layihə çərçivəsində. Bu tamamilə belə deyək də dövlətimizin xanımlarımıza və qadın fermerlərimizə dəstəyidir ki, biz də bunu həyata keçirməyə çalışırıq. Daha sonra isə yenə də həmən regionlarda olan xanımlarımız bizə müraciət etsələr, kənddən şəhərə yarmarkasında da, hətta paytaxtda da onların məhsullarını satma imkanı onlara yaradırıq. Hazırda da var, yarmarkamızda fəaliyyət göstərən xanım qruplarımız var, fəaliyyət göstərirlər. Bu da bizi əlbəttə ki, çox sevindirir. Amma onların istəyirik ki, sayları artsın, çoxalsın, bizə müraciət eləsinlər. Xanımlar adətən kənd təsərrüfatı məhsulları ilə yanaşı əl işləri bölgələrimizdə hazırlayırlar. Bax, o əl işlərin də kənddən şəhər yarmarkasına gələ bilərlərmi, yoxsa burada yarmarkada ancaq sırf qida məhsulları olmalıdır? Bizim yarmarkamızda qida məhsullarıdır, ümumiyyətlə qida məhsulları üstünlüyü təşkil edir. Ümumiyyətlə kənddən şəhərə yarmarkasının məqsədi odur. Təbii, təmiz, keyfiyyətli və yerli Azərbaycan məhsullarını insanlarımıza belə deyək, paytaxt sakinlərinə çatdırmaqdır. Ona görə qidaya üstünlük veririk. Bir də biz işğaldan azad olunan torpaqlarımızda da kənddən şəhərə yarmarkasının növbəti bayramlarda və ya illərdə görəcəyikmi, planlaşdırılırmı? Bəli, bunun üzərində hal-hazırda işlərimiz gedir. Bəli, belə böyük bir layihəyə hazırlaşırıq. Bununla bağlı hal-hazırda Qarabağda nümayəndəliklərindən elə bizim rəhbərliyimiz də danışıqlar keçirdirlər. Bu bizim arzumuzdur, istəyimizdir. Bunun üçün çalışırıq. İnşallah növbəti layihələrdə daha gözəl, daha uğurlu xəbərləri sizlə burada bölüşərik. İnşallah. Nilüfer xanım, bu yarmarkalar xüsusən də şəhər yerlərində yaşayan insanlar üçün bir növ göydən düşmə olur. Çünki biz daha təmiz və kənd məhsullarına əlçatan oluruq. Və adətən bayramdan bayrama görürük bu yarmarkalar. Ancaq şəhərdə yaşayanlar daha tez-tez olmasını istəyirlər. Hansı müddətlərdə olur və yaxud o müddətin artırılması əvvəl sanki daha tez-tez yarmarkaları görürdük? Biz düzdür, indi hal-hazırda Novruz yarmarkası başlığı ilə belə deyək də çıxış edirik və bayramla əlaqədar olaraq bayram yarmarkamız mart ayının 19-na qədər hər gün davam edəcək. Amma bununla bitmir əlbəttə. Daha sonraki tarixlərdə biz həftə sonu yarmarkalarımızı mütəmadi şəkildə keçirdəcəyik, ancaq həftə sonları olacaq. Amma buradan da bir daha müraciət eləmək istəyirəm bizi izləyən izləyicilərimizə, paytaxt sakinlərinə. Əgər tələb varsa, istək varsa, hansı belə deyək də şəhərin hansı istiqamətində, hansı yerində, məkanda olmasını istəyirlərsə, bununla bağlı yenə də deyirəm, qapılarımız hər zaman açıqdır, telefonlarımız hər zaman açıqdır, təklifləri hər zaman açığıq, bəli. Müraciət eləsinlər. Əgər fərqli yerlərdə də olmasını istəyirlərsə, hal-hazırda bir məkanda yerləşir bizim yarmarkamız, amma fərqli yerlərdə də olmasını istəyirlərsə, təkliflərini irəli sürə bilərlər. Biz onları hər zaman dinləməyə və onlara hər zaman kömək eləməyə hazırıq. Bundan sonra isə bəli, yarmarkamız həftə sonu yarmarkası olaraq davam edəcək və təbii ki, bu konseptin içində bir də bal yarmarkalarımız olur bizim il ərzində bir dəfə. Sentyabr, oktyabr ayları üçün planlaşdırılır. O da tamamilə orada artıq bal satışı həyata keçirilir. Amma belə ümumi bütün bazarın belə deyək də təqdim olunduğu yarmarkalarımız həftə sonları davam edəcək. Təşəkkür edirəm Nilüfer xanım, çox sağ olun və bütün buradan fermerlərimizə müraciət edirik ki, əgər siz də məhsullarınızı, çünki biz sizdən gələn mesajlara istinadən bir daha müraciət edirik ki, yazırsınız bəzən məhsullarımız boldur, ancaq əlimizdə qalıb ziyana düşürük, hara satacağımızı bilmirik. Kənddən şəhərə yarmarkasına müraciət edə bilərsiniz. Ümumiyyətlə, arıçılıqla məşğul olan izləyicilərimiz var, bilirik, şəkillər göndərirsiniz, məlumatları davamlı olaraq bizimlə paylaşırsınız. Nəzərinizdə olsun ki, sentyabr və oktyabr aylarında sırf bal yarmarkası
təşkil olunacaqdır. Siz də məhsullarınızı müraciət edərək, sadəcə bir telefon və ya bir mesajla müraciət edərək məhsullarınızı gətirib Bakıda satışına tam pulsuz şəkildə həyata keçirə bilərsiniz. Və çox sağ olun. Ətraflı məlumat üçün Nilüfər xanım, bir daha izləyicilərimizin diqqətinə çatdırım ki, bugün studiyamızın qonağı Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Nilüfər Mustafa qızı bizimlə idi. Bizə bugünlük ayrılan saatın sonuna gəlib çatdıq. Sonda mənim təşəkkürlərim var. Onları da edim. Daha sonra sağollaşacağım. Saç makyaj üçün bizim qrim ustamız Kəmalə xanıma minnətdarlığımı bildirirəm. Daha sonra geyim üçün Podium Parka təşəkkürümü bildirirəm. Memar Əcəm metro stansiyası yaxınlığında yerləşirsiniz də hər biriniz yaxınlaşa bilərsiniz və büdcənizə uyğun geyimlər, mütləq şəkildə bəyəndiyiniz geyimlər tapa biləcəksiniz. Bugünlük sizinlə sağollaşıram. Sabah inşallah bu həftəlik son olaraq sizin qarşınızda olacaq. Yenə maraqlı günün sualı ilə və müxtəlif sujetlərimizlə olur ki, diqqətiniz bizdə olsun. Hərəlik deyirəm. Allah'a manda qalın. Gününüz gözəl keçsin.